Aslında bu video biraz qarşı oldu ama ətrafı göstərdim. Sizcə hara gəlmişiksə yorumlara yazın. Bəlkə tanıyasınız. Orada da məktəb var. Elə belə göstərirəm. Baxın həyətlərə. Xoruz falan var. Burada belə bir şey. Yer var. Təzədən belə. Sonra belə. Qardaşım getdi. Xoruz falan tutdu. Yo, inək. Gəlin gedək sizinlə birlikdə. Açırıq. Açdıq. Gedirik. Size bağı gelsin. Bura bağ sayılır da ha. Yoksa sayılmır. Baxın belə bir yerdir. Bu ağac bilmirəm nədir. Nəysə boş verin. Belə nar ağacı. Burada da xoruz, toyuq, nə bilim nədir qarışıqdır. Bu da arxasıca gedir. Burada da 2 dənə inək. Baxın. Dəqiqə görsədim. Salam de. Burada da yemləri var. Neyse belə bir şeydir də yəni. Qabaqda da belə bir şey var. Nə bilim, neysə belə. Yeni belədir. Belə yəni. Burada da belə bir şey yer var, baxın. İnəklər falan buradadır. İçəridə də toyuq nə bilim qışqırır mı, neyini bilmirəm. Burada da inəyi yenə eynisi mənə baxır. Bax, inəkdir. Sən demə danaymış. İnək olması üçün böyüməliymiş. Anladım. Qaçırlar evinə baxın. Belə kənd həyatı belədir yəni. Heç kənddə yaşamaq istəmərəm. Heç şəhər. Yəni belə. Evet, burada belə bir yol gedir və mən buradan hoppanacam. Allah! Hər yer toyuqdur. Toyuq xoruz. Bakıb da orada. Bak. Kaç. Xoruzların arkasıca kaçır. Elinde çubuqla kaçır. Böyle yani. Buna bak. Ay burada yazık. Yazık toyuqlar ne içine koydu. Kaç. Bakın. Umarım görürsünüz. Ben görmürəm. O ekranı. Burada da burada. Bak merhaba. Ağacı da elinde toyuqları qalır. Yaxşı. Belədir. Baxın orada da çiçək var. Bir dəqiqə baxın. Oralarda bir yerdədir də. Aa baxın. Baxın ona. Yaşıl bir şeydir.